Salam hər bir kəsə. Bugünkü sualımızın izahını verəcəm. Deməli, sualımızın şərtində qeyd olunur ki, 9, e, daha sonra 10 və 13-cü çaylar üçün deməli doğru fikirləri müəyyən etmemizi istəyir. 9-cu çay aydın məsələdir ki, Reyn çayıdır. 10-cu çay bizə Elba çayını xatırladır. 13-cü çay isə Visla çayıdır. İndi biz məzhəbin aid olduğu ölkə Avropada əhali sıxlığının çoxluğuna görə daha aydın seçilir. 9-cu çay söhbət Reyn çayından gedir və Reyn çayının məzhəbi Niderlanddır. Niderland da Avropada əhali sıxlığına görə daha öndə olan ölkələrdəndir. Məsələn, bura Belçikanı da əlavə edə bilərik. Bu sinif dərslikdə verilən xəritə sxemi əsasında tərtib olunur. Bu fikir doğrudur. Daha sonra B-də qeyd olunur ki, transsərhəd çayıdır. Ən bol sulu dövrü yay fəslidir. Transsərhəd çay olmağına, bəli, o formadadır. Amma yay fəslində bol sulu deyil, yaz fəslində bol sulu olmalı idi. Ona görə bu yanlış hesab olunur. Transsərhəd məsələn Niderlanddan da keçir, Almaniyadan da keçir. Ona görə transsərhəd hesab olunur. Daha sonra keçdiyi ölkələr içərisində GMO-nun minimum, dövlət mülkiyyətinin maksimum olduğu ölkə mövcuddur. Keçdiyi ölkə içərisində məsələn Almaniyanı götürə bilərik ki, burada gen dəyişdirilmiş məhsuldan minimum səviyyədə istifadə olunur və bu ölkədə dövlət mülkiyyəti maksimum şəkildədir. Bu Almaniya üçün uyğun olduğu üçün C variantında, yəni C bəndində götürürük. Daha sonra keçirik 10-cu çaya. 10-cu çayımızın adı Elba çayıdır və Elba çayı üçün doğru fikirləri müəyyənləşdirək. Aid olduğu okean hövzəsi duzluğun çox olmasına görə digər okeanlardan fərqlənir. Deməli, Elba çayı Şimal dənizinə tökülür və Şimal dənizdə Atlantik okeana aiddir. Atlantik okeanda e, yəni duzluluq daha çoxdur. Ona göstərilir ki, məsələn, meridional istiqamətində uzanır. E, Sağdan və həm şərq, həm də qərb tərəfdən daha sıxdır və okean səthindən buxarlanan su materikin üzərinə düşmür. Üzr istəyirəm, okeanın səthinə düşmür, o materik üzərinə gedir və şirin su təbii ki, okeandan buxarlanarsa və həmin okeana qayıtmırsa, təbii ki, orada duzluluq daha çox olacaq. Ona görə Atlantik okean daha duzlu hesab olunur. Burada A variantı, yəni A bəndi doğrudur. B-yə baxaq. Hind-Avropa dil ailəsinin German dil qrupuna aid olan ölkə ərazisindən keçir. Məsələn, Hind-Avropa dil ailəsinin Germanına aid olan Almaniyanı nəzərdə tutmaq olar. Çünki həm Hind-Avropaya aiddir, həm də onun dil qrupu, yəni German dil qrupuna aiddir. Ona görə B-də doğrudur. Mənsəbi okean səviyyəsində aşağıda yerləşdiyi üçün estuariya yaradır. Baxın, burada maraqlı məqam var. Mənsəbi okean səviyyəsindən aşağıda yerləşmir. Çünki belə deyək, Mənsəbi şimal dənizidir və burada okean səviyyəsindədir. Yəni 0 metrdir Mənsəbi. Estuariya yaratmağını yaradır, amma Mənsəbi okean səviyyəsindən aşağıda deyil. Ona görə bu variantı da çıxırıq. 13-cü suala keçək. 13-cü çayımızın adı deməli Visla çayıdır və Visla çayı mənsəbi Polşadır hesab olunur. Deməli, yerləşdiyi ölkə NATO və Avropa İttifaqı təşkilatlarına üzvdür. Bu fikir doğru olacaq. Yəni, Polşa həm NATO-ya, həm də Avropa İttifaqına üzvdür. B-yə baxaq, Bolsulu dövrü Pol çayının dövrü ilə eyni fəsildədir. Bu çaylar da yazda bol suludur. Po çayı isə təbii ki, qışda bol sulu olacaq. Çünki subtropik Aralıq dənizi iqlimindədir və Aralıq dənizi iqlimində qışda bol sulu olur. Eyni fəsil dediyi üçün bu yanlışdır. Çünki biri yazdır, biri isə qış olur. Buna görə B-ni də çıxırıq. C-yə baxaq. Aid olduğu ölkə Slavyan dil qrupuna aid olsa da Slavyan sivilizasiyasına daxil deyil. Yəni, Polşa bilirik ki, Şərqi Avropada Slavyan dil qrupuna aiddir, amma Slavyan sivilizasiyasına daxil deyil. O hansı sivilizasiyaya aiddir bəs? Təbii ki, Qərb sivilizasiyasına.
Yəni burada da deyir ki, Slavyan sivilizasiyasının daxil deyil, tamamilə doğru ifadədir. Deməli, 1-ə götürəcəyik AC, yəni 9-a götürəcəyik A-nı, C-ni, 10-a götürəcəyik A-nı, B-ni, 13-ə götürəcəyik A-nı, C-ni. Burada sualımızın doğru cavabı deməli, bir dəqiqə. Hə, 1, yəni 9 AC, 10 AB, e, yox, burada 9 AC, 10 AB, 13 AC. Yəni sualımızın doğru cavabı B variantı olacaq. Bu qədər izlədiyiniz üçün təşəkkürlər.